Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım və hörmətli ekologiya nazirliyi. Lerik rayonunun Ağçay kəndinin demək olar ki, torpaq bütövlüyünün ərazisindəyəm. Bu ərazidə, gördüyünüz bu ərazidə mən çoxluca bura demək olar ki, çöl xoruzları, yəni qırqovlar buraxmışdım. Qırqovların, yəni çöl xoruzların hər payız mövsümündə ov edirlər. İstəyir vəzifəli, istəyir vəzifəsiz olsun. Mən sizdən artıq dərəcədə xahiş edirəm. Bir insan olaraq, bir təbiəti sevən insan olaraq bu əraziləri gördüyünüz bu ərazilərdə, bu yol qırağında təbiətə məxsus olan canlıların ov edilməsin deyə onların şəkilləri yapışdırılsın və tapşırıqlar verilsin. Mən demək olar ki, bacara bilmirəm. Bəzi insanlar var, onlar yəni tez-tez gələ bilmirəm. Mən gəlmişəm indi çöl xoruzlarının sayına baxmağa, artımına baxmağa. Həmən xoruzların, çöl xoruzların, yəni elə bir vahimə salıblar, elə bir qorxu yaradıblar. Onların yəni demək olar ki, çətinliklə görürdüm. Yəni bildim ki, müşahidə etdim ki, azalma vardı. Bunların demək olar ki, mərkəzləri vardı. Mən o istiqamətə buğda, nə lazım olan alma, belə töküntüsü olsun, kartoşka qırığı olsun, belə qabığı olsun, gətirib tökərdim bura. Gücüm çatdığım qədər, bacardığım qədər. Amma çox təəssüflər olsun ki, bəzi vəhşi insanlar tərəfindən həmin çöl xoruzları ova məruz qalır. Yəni onları məhv edirlər. Bir dənə sizdən Azərbaycan Respublikasının vətəndaşı olaraq xahiş edirəm, rica edirəm ki, yəni ümumiyyətcə regionlarda və cənub bölgəsində ov etmə və çöl heyvanlarının ov etməsini qadağa qoyun və onun cəriməsini yüksəldin. Demək olar ki, mən Yardımlı rayonun həm əsasən Dügavar kəndinin ərazisidir. Demək olar ki, Lerikin ərazi bütövlüyündə olan meşələrdir. Yardımlı rayonun yenə bizim kəndin arxa istiqamətində, yəni meşə olan istiqamətdir. Onlara çöl xoruzları sayın lazım olan qədər yəni artırılmışam, amma imkan vermirlər. Yəni bu düşünsünlər ki, 30 ildə burada çöl xoruzları olmayıb, məhv olub. Sovet dağılandan sonra burada hər şey məhv etmişlər. Burada canlandırmanı başlamışam, amma çox təəssüflər olsun ki, bəzi vəhşi insanlarla bacarmalı mümkün deyil. Yəni təbii çayda balıqların da yəni kütləvi şəklində gəlib tutmasına, nə bilim çöl xoruzlarından, buradan da xəbərdarlığımı və mesajımı verirəm. Payız aylarında, yəni yüksək səviyyədə nəzarət olacaq. Mən istərdim ki, kamera qoyulsun, GPS qoyulsun bu ərazilərdə, meşə ərazilərində və müşahidə olunsun ki, çöl xoruzların ovlanması qəti qadağan olsun. Sizdən artıq dərəcə xahiş edirəm, bu işdə mənə köməklik edin. Ovun burada, bu bölgədə olmasını qadağan edin. Əsasən sentyabrdan ta dekabra kimi, yanvara kimi düşürlər, belə hərəkətə keçirlər. Qış mövsümündə, yəni yağışda, qarda, yəni demək olar ki, kiməsə nəsə lazımdır, getsin bazarda satırlar. Alsın, kəssin, yesin. Şimdi təbiətə məxsus olan, təbiətin gözəlliyinə ləkə olmayın, ayıbdır. İnsanlıq naminə deyirəm. İnsan olun. Çalışın ki, insan olmağı bacarın.